Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə trek velosipedi üzrə mövsümün bağlanış yarışı keçirilib. Respublika velotrekində baş tutan yarışlarda 3 fərqli yaş kateqoriyaları üzrə qaliblər müəyyənləşib. 15 yaşadək idmançıların 14 kilometr məsafəyə yarışında Timur Rəcəbov hamıdan tez finişə çatıb. İkinci yeri İslam Əliyev tutub. Bürünc medalın sahibi isə İsmail Xankişiyov olub. 17 yaşadək velosipedçilərin 18 kilometr məsafəyə yarışını Nihat Xudoyev qalib tamamlayıb. Çingiz İsayev gümüş, Cavid Baxşiyev isə bürünc medala sahib çıxıb. Gənclər və elit kateqoriyasında eləcə də 23 yaşadək idmançıların 24 kilometr məsafəyə yarışında Tural İsrafilov hamını qabaqlayaraq birincilik sevinci yaşayıb. İkinci yerə Rəhim Nağıyev çıxıb. Camal İbrahimzadə isə bürünc medalla kifayətlənib. Yarışların ardından Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov uğurlu bir mövsüm keçirdiklərini söyləyib. Bildiğiniz kimi bugün bizim Respublika Velotrekimizdə bu profesyonalların arasında son mövsüm tədbirimizdir, yarışımızdır. Bundan sonra profesyonallar arasında tədbirlərimiz bitir. İnşallah 2-3 tədbirimiz var. Onlar da burada məktəblər arası idmançıların arasında olacaq. 9 noyabr həsr olunmuş bayraq günümüzə həsr olunmuş tədbirimiz olacaq və sezonumuzu bununla da bitirəcəyik. 17 yaşadək velosipedçilər arasında qalib olan Nihat Xudoyev təəssüratlarını media nümayəndələri ilə bölüşüb. 4 ildir bu idmanla məşğulam. Bundan əvvəl də bir çox nailiyyətlərim olub. Bizim bu yarışa hazırlığımız uzun müddətli idi ki, biz bu yarışa hazırlaşırdıq və nəticəsində gördük. İnşallah bundan sonra da əlimdən gəldiyini edib Avropada və bir çox böyük turnirlərdə Azərbaycan himnini səsləndirməyə çalışacağam. Sonda qalib və mükafatçıların təltif etmə mərasimi keçirilib. İdmançılara diplom və medalları Federasiyanın icraçı vitse-prezidenti Fikrət Hüseynov təqdim edib.